Arxa qapı geniş bucaq altında açılır, qeyd edeyim. Bucağı çox az deyil. Amma əsas məsələ burada olduqca az məsafə var. Mən ön oturacağı özümə görə nizamlamışdım. 1.83 boyum var. Artıq burada arxa sərnişinlər üçün demək olar ki, yer qalmayıb. Baş məsafəsi üçün tavanda xüsusi bir haşiyə ayrılıb ki, yəni arxada oturan adamın başı çox dəyməsin, amma mənim başımla tavan arasında maksimum 1 sm ara var. Çox hündür bir divanı var. Hündür bir divandır. Qeyd edeyim ki, avtomobilin salonu sonradan artıq dəri ilə üzlənib və qırmızı rəngdə, daha doğrusu albalı rəngində bir rəng seçilib. Süni dəri ilə işlənib bütün salon. Çox yaxşı da işləyiblər bu salonu. Komfortludur oturacaqlar. Məsafə az olmağına baxmayaraq çox komfortlu oturacaqlardır. Amma buradan geniş bir görüntü var. Şüşələnmə avtomobildə çox yaxşıdır. Şüşələr görürsünüz ki, böyükdülər. Müasir avtomobillər daha aval, daha az hündürlüyü olan şüşələr var.